hibridlə, plug-in hibridin fərqi nədir? Bunu izah edəcəm bu gün sizə və bacardığım qədər sadə bir dillə izah eləməyə çalışacağam. Deməli, əvvəllər yalnız ICE motorlar var idi. ICE, Internal Combustion Engines, daxili yanma mühərriki motorlar. Azərbaycancası. Daxili yanma mühərrikli motorlar nədir? Benzin və dizel. Daha sonra regulationlar gəldi. Regulation nədir? Qaydalar. Bu qaydalar nədir? Təbiəti qorumaq üçün olan qaydalar. Emissiyanı azaltmaq. Emissiyanı azaltmaq üçün nə etmək lazımdır? Fikirləşdilər. Maşınlara ən çox haçan təbiətə ziyan vurur. Dayandığı zaman, probkada. Çünki boş-boş işləyir də yəni. Bunun qabağını almaq üçün nə etmək olar? Auto start stop rejimini yaratmaq olar. Auto start stopda nədir? Bildiyiniz kimi maşınlarda dayanan zaman, dizellərdə də, benzinlərdə də, yeni maşınların hər birində dayandığı zaman avtomatik maşın xoddan yatır. Ayağınızı tormozdan çəkdiyiniz zaman avtomatik xodlanır. Bunu yaratdılar. Bu sizin qənaətiniz üçün deyil. Bu təbiəti qorumaq üçün yaranmış bir sistemdir. Ondan sonra dedilər ki, bunu biraz da təkmilləşdirə bilərik. Neyiniyək? Elə eləyək ki, avtomobildə hər dəfə ayağını qazdan çəkəndə motor sönsün. Çünki onsuz da maşın axır da, yəni burada motorun işləməyinə nə ehtiyac var? Bunun üçün nə edə bilərik? Bunun üçün kiçik bir elektromotor maşına qoya bilərik və kiçik bir batareya qoya bilərik ki, bu batareya bu elektromotora güc versin, avtomobil tormozlandığı zaman elektromotoru batareyanı doldursun, hər tormozlanmada batareya dolsun və eyni zamanda hər ayağını qazdan çəkəndə, motor sönəndə sürtünmə qüvvəsindən, yəni avtomobil axan zaman yaranan sürtünmə qüvvəsindən fırlanır da, yəni təkərlər. Ondan da eyni zamanda batareyaya bir güc qayıtsın. Yəni bu batareya daimi dolaraq elektromotora güc versin və maşın da bunun hesabına ən azından aşağı sürətlərdə 20-30 km qədər sürətlərdə hərəkət eləsin və hər ayağını qazdan çəkəndə motor sönsün və beləliklə təbiəti daha da qorumuş olaq. Yəni hibrid avtomobilin əslində məqsədi yanacağı qənaət deyildi. Amma bunu eləyəndən sonra həm də baxdılar ki, bu həm də yanacağı qənaət eləyir də, yəni nə gözəl. Ondan sonra bunun məqsədi tamamilə dəyişdi. Bəli, yanacağı qənaət oldu məqsədi. Yəni hibrid bir avtomobillə benzin bir avtomobilin sürüş tərzi arasında heç bir fərq yoxdur. Heç bir konstruksiya fərqi də yoxdur. Yəni nə mənada? Yəni əlavə bir şeyə ehtiyac yoxdur. Amma sonra nə fikirləşdilər? Dedilər ki, bu hibrid maşınlar ortalama 7-8 litr yanacaq sərf edir və məsələn mən buradan durdum, gedirəm cəmi 5-6 kilometrlik bir məsafəyə işimə, amma o arada belə yanacaq istifadə eləyir. Biz bunun da qarşısını ala bilərik və təbiəti biraz daha qoruya bilərik. Bunun üçün neyniyək? Internal Combustion Engine-i, yəni daxili yanma mühərrikini saxlamaq şərti ilə dedilər ki, gəlin bu hibridin elə elektromotoru qalsın öz yerində, amma bunun batareya həcmini böyüdək. Batareya həcmini böyüdəndə nə oldu? Batareya həcmini böyütməlidirlər ki, daha çox məsafə verə bilsin, düzdürmü? Tam elektriklə. Amma baxdılar ki, bu zamanda bu tormozlanma, adi tormozlanma, avtomobil öz-özünə bu maşını doldura bilmir. Bu batareyanı doldura bilmir. Çünki batareya həcmi böyükdür. Yaxşı, burada nə etmək olar? Burada da bu avtomobili artıq şarj eləmək lazımdır. Ona görə də əlavə bir şarj portu əlavə eləyib, bu batareyanı şarj eləmək funksiyasını əlavə elədilər. Plug-in nə deməkdir? Toka taxılan. Bəs hibrid nə deməkdir? Hybrid qarışıq deməkdir. Sadəcə qarışıq. Mənası qarışıq deməkdir. Niyə qarışıq? Çünki həm benzin, həm elektrikdir bu maşın. Yəni qarışıqdır. Plug-in hybrid, toka taxılan qarışıq sistemli avtomobil deməkdir. Və bütün bunlardan sonra həyatımıza nə girdi? Tam elektrik avtomobillər. Çünki dedilər ki, bu plug-in hibridi elədik və cəmaət bunu istifadə elədi, razı da qaldı. Bunun deməli tam elektrikini də eləmək olar deyən Elon Musk tam elektrik avtomobil olan Tesla-nı ilk dəfə bazara təqdim elədi və bunun ardıca nə baş verdi? Çin inqilabı. Çin inqilabı da nədir? Növbəti videoda. Və təbii ki, özünə ideal avtomobil almaq istəyən şəxslər həm Koreyadan, həm Çindən bizimlə əlaqə saxlamağı unutmasın.